Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Xırdalan quruğundan Binəqədiyə gedən yolun üstündə, yoldan, marşrutdan hardasa 300-400 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə 6 sotun içində 1-2 mərtəbə təmiri şəxsi evimiz satışa çıxıb. Bir də əlavə 3 otaqlı, yarım təmirsiz, yəni bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində deyəcəm sizə. Baxdığınız zaman da bəyənməyi unutmayın, hörmətli izləyicilər. Evi bəyənən zaman ev axtaranlar üçün daha uyğun olur, daha da reklamlar paylaşılır. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, bax bu 2 mərtəbəli evdir. 5 geniş otaqlı evdir. Əlavə də 6 sotun içindədir, sənədi də bələdiyyə sənədidir, bunu da nəzərinizə çatdırım. Demək, əlavə də bir dənə 3 otaqlı evdir. Bunu sonda biz çəkib sizin nəzərinizə çatdırım. Birinci əsas bu evin özü ilə tanış olağın, sonra hörmətli izləyicilər 3 otağı göstərəcəm. Proyektin 72 kvadratlı o evdə. Demək, həyətində birinci sanitar qovşağını nəzərinizə çatdırım. Yavaş-yavaş. Bura əl damısıdır. Telefonu əyri tutma, düz tut. Əymə. Həyətində bezetkası. Burada gül çiçək ağac əkmək üçün boş torpaq sahəsidir. Ev sahibi bura təmiz torpaq döküb. Bu evi ən axırda sizə göstərəcəm. Əsas ev budur, yəni 6 sotun içindədir. Hörmətli izləyicilər, burada da boş torpaq sahəsi var. Ev sahibi də burada görürsünüz, yaxşı ağaclar əkib yaşıllıq salmaq üçün. Burada buranın böyründəki bir torpaq hissəsidir. Ayrıca burada da bir sot torpağı var. Bəlkə də çoxdur, sot yarım zad olar. Gördüyünüz kimi, hörmətli izləyicilər, hər şey qaydasında, besetkası, həyətinə tam et daşları düzülüb. Ehtiyat üçün su hovuzu var, bax burada belə. Gördüyünüz kimi su hovuzudur. Keçən indi evin içi ilə tanış olaq. Demək, buradan daxil oluruq evin içinə. Girən kimi, hörmətli izləyicilər, burada bir giriş hissəsidir, plaşatkasıdır, kombi sistemlərdir, pitminutkadır. İkisi də burada qoyulub, gördüyünüz kimi evin içəri hissəsində. Bura əvvəl açıq idi, ev sahibi buranı şüşə qoyub bağlatdırıb. Demək, daxil oluruq evin içinə. Girən kimi, gördüyünüz geniş bir dəhlizdir. Dəhlizin girişində, sağ hissəsində qonaq otağıdır. Haradasa 4 metrin 7-8 metr olar. Geniş zaldır. Gördüyünüz kimi təmirdə qaydasındadır, yaşayışlı bir evdir. Qapıları bahalı qapılardır. Evi, yəni içində də yaşayırlar bir neçə ildir. Yəni ev yaxşı vəziyyətdədir, hörmətli izləyicilər. Bu hissəsi də bir dənə 4-ün haradasa 4-ə. Böyük bir yataq otağıdır. Hörmətli izləyicilər, arxadan da 1 metrdən çox məsafəsi var. 1 metr rahat var, hələ bəlkə də çox olar. Hasarınız heç bir, yəni, maneə törətmir. Bir yaxınlığında bir ev, nəsə bir şey yoxdur. Öz hasarının içindədir. Keçirik bura 4-ün 5-ə, 20 kvadratlıq bir mətbəxdir. Bunlar hamısı mərmərdəndir. Bahalı mebellərdən, yəni mebeldən istifadə edirlər. Gördüyünüz kimi də, yəni membranın istehsalıdır, bəli. Keçən indi aşağı hissələrinə tanış oldu. Burada bir dənə də sanuzel qalıb. Sanuzel də göstərək. Bura birinci mərtəbənin sanuzeli genişliyi, ürək açandı, moydatırıza da hamısı qoyulub. Gördüyünüz kimi, hörmətli izləyicilər. Yavaş-yavaş, taparma. Qalxaq indi ikinci mərtəbəyə. 3 də geniş otaqdır, bir də xoldur. Cəmi 5 otaqdır, bir xoldur. Yuxarıda da. Hörmətli izləyicilər, baxın, çıxan kimi. Geniş dəhliz, burada bir dənə ev sahibi belə bir xol yaradıb, gördüyünüz kimi oturmaq üçün qonaqlıq fərəci var. Buranın belə bir geniş bir xoldur. Yəni stol qoyulub,
Uğlaboy divan qoyulub. Deməyə, hörmətli izləyicilər, bir dənə burada 4'ün 6'ya 24 kvadratlıq bir yataq otağıdır. 24 kvadratlıq 4'ün 6'ya geniş otaqları. Yəni evin otaqlarına söz ola bilməz. Yəni hac ürəkaçandır. Yenə də hörmətli izləyicilər, 4'ün 6'ya bir də burada 24 kvadratlı bir yataq otağıdır. Bax, burada genişdir. Təmirdə qaydasında, yəni heç ehtiyac yoxdur. Kim alsa gəlsin burada nəsə xərc çəksin. Burada da bir 4'ün 5.50'ya zada bir belə biraz balaca otaqdır. Gördüğünüz kimi hörmətli izləyicilər, tavanlar da götür hamızın. Bax, buradan da hörmətli izləyicilər. Bax, məsafə arxada bir ev tikilib. Gör, nə qədər məsafədə tikilib. Yəni, çox yerdə, yəni məsafəsi də çoxdur. Hasardan da öz hasarından da 1 metrdən rahat çox məsafəsi var. Hörmətli izləyicilər. Bu da sondakı 2-ci mərtəbənin sanuzeldir bu da. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, bəyənmək mütləq. Bəyənin ki, unutmayın, hörmətli izləyicilər, bəyənməyi unutmayın ki, yəni bu bəyənmə həmişə belə reklamların yəni baxışını artırır, yəni hamıya ev çatır ki, hamı görə bilsin. Qiymət də 260 min start qiymətdir. 2 evdə. İndi gedəyin o bir evi çəkək. 2 evin ikisi bir yerdə 260 mindir. Gedək o evi də çəkəyin, sonra dalşı 6 sotun içində. Buranı mən dedim ki, 260 min ikisi bir yerdədir. Yəni, bəri başdan dedim. Gedən indi evi də çəkək. Hörmətli izləyicilər, bax, keçir indi. Bax, bu da bir maşınlıq həyəti. 72 kvadratlı ev. 72 kvadratlı evdir. Hal-hazırda işlər gedir evin içində. Demək, bura zal studiyo olacaq, hörmətli izləyicilər. Zal studiyo buradır. Yəni, bura pəncərəsi düz öz həyətinə baxır. Kim istəyir, bunu özü alıb təmir eləyə bilər, kirayə də verə bilər, istəyir kimsə qala bilər, yəni tam rahatdır. Bax, burada da bir yataq otağıdır, öz pəncərəsi öz həyətinə baxır. Bax, burada da bir dənə yataq otağıdır. Pəncərəndə ev sahibi asacaq burada. Yəni, onun narahatçılığı yoxdur, hörmətli izləyicilər. Bax, yenə qeyd edirəm, hörmətli izləyicilər. Yenə qeyd edirəm. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da evlərimizi izləməyi unutmayın. Kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman sənədi, bələdiyyə sənədidir, 6 sotun içindədir, 2 dənə evdir. 260 min start qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq, birbaşa sahibindən görüşəcəksiniz. Son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Bəyənməyi də unutmayın. Hamıya da bizim çəkişlərimiz, videolarımız, reklamlarımız rahat hamı görə bilsin.
Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.